Salam əziz dostlar, bugün iqlim haqqında danışırıq. İqlim hava göstəricilərinin uzun illər təkrarlanmasıdır. İqlimi əmələ gətirən əsas amillər var. Əsas amillər səthi örtüyü, atmosferin dövranı və ya atmosfer sirkulyasiyası, bura hava kütlələri aiddir. Üçüncü isə yerin, yəni günəş şüalarının müxtəlif miqdarda alması. Bu da coğrafi enliklə əlaqədardır. Digər amillər isə okean və ya dənizlərə yaxınlıq, relyef deyə bilərik, okean cərəyanlarının təsiri, bunlar isə digər amillər hesab olunurlar. 13 iqlim qurşağı var. Bunlardan 7-si əsas, 6-sı keçiddir. Adlarından bunları fərqləndirmək çox rahatdır. Adlarının qarşısında sub sözünü olanlar keçid iqlim qurşaqları, olmayanlar isə əsas iqlim qurşaqlarıdır. Məsələn, ekvatorial iqlim qurşağı əsas, subekvatorial iqlim qurşağı isə keçid iqlim qurşağıdır. Və bunların bir-birindən fərqləndirən əsas cəhəti isə əsas iqlim qurşaqlarının öz hava kütləsinin olması, keçid iqlim qurşaqlarının isə öz hava kütləsinin olmamasıdır. Bəs keçid iqlim qurşaqları havasını hardan qəbul edir? Keçid iqlim qurşaqları öz hava kütlələri olmadığından qonşuluğunda olan iqlim qurşaqlarının, yəni əsas iqlim qurşaqlarının havasını alır. Məsələn, subekvatorial iqlim qurşağı, buradan baxaq, 2-də olan subekvatorial iqlim qurşağı öz havasını yayda ekvator tərəfdən alır. Yayda ekvator tərəfdən alır, buradan. Qışda isə qütb tərəfdən alır, yəni buradan. Hər birində o formadadır, yəni keçid iqlim qurşaqları yayda havasını ekvator tərəfdə olan qonşusundan, qışda isə qütb tərəfdə olan qonşusundan alacaqdır. İndi baxaq birinci iqlim qurşağımız olan ekvatorial iqlim qurşağına. Ekvatorial iqlim qurşağı xəritəmizdə 1 ilə işarə olunubdur. Bax, gördüyünüz bu ərazilərdir. Bax, belə. Ekvatorial iqlim qurşağı əsas iqlim qurşağıdır. Öz hava kütləsi var, ekvatorial hava kütlələridir. İl boyu ekvatorial hava kütlələri hakim olur. Daha sonra burada temperatur, orta illik temperatur 25-28 dərəcə Selsidir. Mənfi temperatur demək olar ki, müşahidə olunmur. Yağıntının miqdarı həddindən artıq çoxdur, 2000-3000 millimetrdir. Buranın xüsusiyyətlərinə gəlin baxaq. Xüsusiyyətləri nə olacaq? Məsələn, fəsillər desək, bir fəsil müşahidə olunur. Yəni, belə deyək ki, həmişə yaydır. Alçaq təzyiq sahəsi var. Biz deyirdik, alçaq təzyiq sahəsi olanda qalxan hava olurdu. Qalxan hava bol yağıntı verirdi. Əgər bol yağıntı varsa, buludluluq yüksəkdir. Əgər buludluluq yüksəkdirsə, burada səpələnən radiasiya üstünlük təşkil edəcək. Daha sonra il boyu yüksək temperatur müşahidə olunacaq burada. Amplituda həm sutkalıq, həm illik azdır. Amplituda nə idi? Böyük gün ərzində, sutka ərzində tapırdıqsa, sutka ərzində ən yüksək temperaturdan ən alçağını çıxırdıq. İl ərzində tapırdıqsa, il ərzində müşahidə olunan ən yüksək temperaturdan ən alçağını çıxırdıq. Demək ki, ekvatorial iqlim qurşağında həm sutkalıq, həm də illik amplituda çox kiçikdir. Bol yağıntı alır. Bol yağıntı alırsa, çay şəbəkəsi sıx olacaq. Bol yağıntı alırsa, temperaturda yüksəkdirsə, demək ki, bitki və heyvanat aləmi zəngin olacaq. Çayları bol suludur. Çaylarında bol sululuq il boyu davam edir. Məhz buna görə də dünyanın ən bol sulu çayı Amazon çayı Cənubi Amerikada. Ən bol sulu ikinci Kongo çayı elə ekvatorial iqlim qurşağında yerləşir. Burada yaranan landşaftlar əsasən həmişə yaşıl meşələrdir. Bir də bataqlıqlardır. Çünki hər gün yağıntı aldığından bataqlıqlar, cəngəlliklər formalaşır. Məhz Amazon meşələri də elə bu ərazidə formalaşıbdır. Daha sonra ərazi olaraq qeyd etsək, Amazon çayının hövzəsi, Amazon ovalığı, Kongo çayının hövzəsi, Gvineya körfəzinin sahilləri. Buradan gəldik. Mən biraz xətti çox yuxarıdan çəkmişəm. Əslində xətt buradandır. Baxın buradan. Şri Lanka adasının cənubu,
Daha sonra burada böyük zond adaları, zond adalarından saysaq Kalimantan, Sumatra, Yava, Sulawesi adaları bura düşür. Daha sonra Malakka yarımadasının bir hissəsi, Filippin adalarının cənubu bu iqlim qurşağında yerləşir. Və bu iqlim qurşağının əziz dostlar, demək ki, tipləri yoxdur. Yəni heç bir tipə bölünmür. Çünki irəlidə digər iqlim qurşaqlarında biz deyəcəyik ki, bir neçə tipə bölünürlər, amma ekvatoral iqlim qurşağının tipləri yoxdur. Bir də ekvatoral iqlim qurşağının iqlim diaqramına baxaq. Biz dedik ki, temperatur 25-28 dərəcə arasında dəyişir. Yuxarıda qırmızı xətlə göstərilmiş diaqramın qrafikinə baxa bilərsiniz ki, bu 25-28 dərəcə arasında təxminən dəyişir. Müsbət temperaturdur. Yağıntı həddindən artıq çoxdur və il boyu bərabər paylanıbdır. Toplasaq təxminən 2000-3000 mm edər. Və aşağıda diaqramı oxumaq üçün ayları görürsünüz. Burada aylar qeyd olunubdur. Aylar üzrə yağıntıların paylanmasında sütunları yuxarı qaldırmaqla oxuya bilərik. Sağ kənarda yağıntıların miqdarıdır. Sol kənarda isə temperaturun miqdarı qeyd olunmuşdur. Yəni buradan da gördüyünüz kimi yağıntılar il boyu bərabər paylanmışdır.